Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq. Bakı hökm oxudu. Rusiyadan ilk reaksiya, Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia. Dedikləri mübahisə yaratdı. Azərbaycan üçün indiyədək beləsi olmamışdı. İnanırıq ki, bir neçə il ərzində Trump marşrutu layihəsinin işə düşməsi ilə Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi yaradılacaq. Telegraf xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan bildirib. Nazirin sözlərinə görə, hazırda ölkələr arasında aktiv ticarət mövcud deyil, çünki səbəblər müxtəlifdir və obyektiv xarakter daşıyır. Bazarlar hələ bir-birinə tanış deyil və ticarət əlaqələrinin qurulması vaxt tələb edir. Bu proses əsasən özəl sektor və biznes mühiti səviyyəsində həyata keçirilir. Əlbəttə, dövlət öz funksiyasını yerinə yetirir. Siyasi razılaşmalar vasitəsilə yolların açılması və dəmir yolu xətlərinin istifadəyə verilməsi üzrə zəruri şərtləri yaradır. Bu şərtlərin mühüm hissəsini artıq yaratmışıq. Bəli, hələ birbaşa dəmir yolu əlaqəsi yoxdur, amma bu istiqamətdə iş aparılır və bizim qiymətləndirmələrimizə görə bir neçə ildən sonra bu təmin olunacaq. Trump marşrutunun istifadəsini nəzərdə tuturam. Papoyan əlavə edib ki, o vaxta qədər alternativ kommunikasiya variantları istifadə oluna bilər. O vurğulayıb ki, birbaşa avtomobil yolu əlaqəsi faktiki olaraq fəaliyyət göstərir. Amma tərəfdaşlar hələlik məhsulların tranziti üçün Ermənistan ərazisindən istifadə etmirlər. Bura Türkiyə istiqaməti də daxildir. Bu mürəkkəb prosesdir və vaxt tələb edir, o söyləyib. Papoyanın fikrincə, müzakirələrin gündəliyi pozitiv tərəfə dəyişib. Hələ 2 il öncə hər kəs hər an müharibənin başlaya biləcəyindən danışırdı. Bugün isə müzakirə olunur ki, hansı məhsul satıla bilər? Bu artıq çox yaxşı göstəricidir. Ötən gün Bakı Hərbi Məhkəməsində Qarabağdakı keçmiş separatçı terrorçu qruplaşmanın rəhbərlərinə hökm oxunmasına Rusiyadan ilk reaksiya gəlib. Axar.az xəbər verir ki, Rusiyanın hakim Vahid Rusiya fraksiyasının üzvü, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin ənənəvi anti-Azərbaycan mövqeyini növbəti dəfə nümayiş etdirərək Lazarev klubunun idarə heyətinin koordinatoru kimi Erməni klubunun bəyanatını yayıb. Zatulin bəyanatda Əbu Dabidəki Zayed sülh mükafatının təqdimatı ilə bu hökmün elan edilməsi arasında konspiroloji uyğunluq tapır. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyandan qisas almağa girişir. Onu Qarabağı təslim etməkdə ittiham edir. Yada salaq ki, diasporun pulu ilə erməni revanşistlərə xidmətinə, Paşinyanı sərt tənqidinə və Ermənistan müxalifətinin üzvü kimi davrandığına görə Zatulinin Ermənistana girişi yasaq edilib. Zatulin bəyanatda Paşinyanı həmvətənlərini azad etmək üçün barmaq tərpətməməkdə də ittiham edir və Ermənistan hakimiyyətinə tənqidlər yağdırır. Azərbaycandan isə cinayətkarları dərhal azad etməyi tələb edir. Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvadakı görüşü gərgin keçib. Telegraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspertin fikrincə, hər iki şəxs bu gərginliyə əvvəlcədən hazır olub. Simonyan baş nazir Nikol Paşinyanın ən sadiq tərəfdarıdır. Ölkəsində Rusiyanın ən sərt tənqidçilərindəndir. Lavrov bunu bildiyindən, Moskvanın İrəvanın siyasətindən narazılığını birbaşa Simonyana bildirib. Nazir spikerə söyləyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindəki üzvlüyündən faydalandığı halda Avropa İttifaqına üzvlük istəyi iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək. Lavrov bunu yalnız iqtisadi amillərlə izah etməyib. Rusiyalı diplomatın sözlərinə görə, İrəvan Avropa standartlarını mənimsəməyə qəbul etsə, Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı sərt siyasətinə qoşulmalı olacaq. Ermənistan Rusiyanın müttəfiqidir, xatırlatmasını edən Xarici İşlər Nazirinin sonraki cümləsi mübahisəlidir. O deyib ki, Rusiya Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görür. Lavrovun sözlərinin əksinə olaraq, Cənubi Qafqaz mürəkkəb vəziyyət arxada qalıb. Azərbaycanla Ermənistan arasında sülh quruculuğu genişlənib. Simonyanla görüşündə Rusiyalı diplomatın Cənubi Qafqazda sülh prosesindən məmnun qaldığına dair cümləsinə rast gəlmədim. Halbuki hazırda sülh quruculuğundan Rusiya da faydalanır. Taxılını dəmir yolu ilə Azərbaycandan Ermənistana ixrac edə bilir.
Amerikanın vitse-prezidenti James David Vance'in Ermənistan və Azərbaycana səfəri tarixi və simvolik hadisədir. Bunu erməni siyasi ekspert Samvel Meliksetian deyib. İndiyədək ABŞ-dən Ermənistan və Azərbaycana bu səviyyədə səfər olmayıb, o bildirib. Meliksetianın fikrincə, bu Amerika ilə əməkdaşlıq baxımından çox mühüm məqamlardan biridir. Rusiya Ermənistan-Azərbaycan münaqişəsini həll edə bilmədi, onun qatarı artıq gedib, erməni ekspert əlavə edib. Samvel Meliksetian Rusiyanın iyunda keçiriləcək parlament seçkilərindən əvvəl hansısa formada Ermənistanın daxili siyasi proseslərinə təsir göstərməyə cəhd edə biləcəyini istisna etmir. Amma Rusiya bu təsir rıçaqlarını da itirib.